Deməli, qatarın çıxmağına 10 dəqiqə qalır. Və biz hələ də qatara gəlib çatmamışıq. Ümid edirəm ki, gəlib çata bilərik qatara. A few moments later. Qatardayıq, axır ki. 4 dəqiqə qalır. Biz indi qatara çatdıq, oturmuşuq. 4 dəqiqə qatar çıxacaq yola. Videodan da gördüyünüz kimi qatarın içi çox geniş və səliqəli idi. Deməli, çay sifariş verdik. Çayın biri neçəyədir? Sadə çay. Çayımızı mənzərəyə baxa-baxa içəcəyik. Artıq Yevlaxdayıq. Yevlax dəmir yolu vağzalında. Buradan gedirik maşına binməyə. Maşınla Ağdama yolumuz var. Ağdamda Cümə məscidindəyik. Hansı ki, bura 1868-1870-ci illərdə Kərbəlayı Səfixan tərəfindən inşa olunubdur. Gəl, biraz yaxından. Buralar şəhər gör, necə gözəldir. Biz demə Ağcümə məscidinin hal-hazırda əzanın oxunduğu hissəyə qalxmışıq. Ən yuxarı buradan hansı ki bütün Ağdam görsənir tam belə. Burada gördüyünüz kimi dağıdılmış binalar, evlərin qalıqları da qalır. İndi isə Xankəndidəyik. Gəldik bura. Xankəndidən sonra da Şuşaya gedəcəyik. Buralar da çox gözəldir. İndi çəkəcəm hamısını. Gedirik. Xankəndi Qarabağın ən hündürdə yerləşən şəhərlərindən biridir. Buna görə havası da kifayət qədər sərin olur. Həmin bu çıxdığımız yerdə bütün Xankəndini rahatlıqla müşahidə etmək mümkündür. Bu arada Xankəndinin adının mənası xanın kəndi deməkdir. Ona görə belə adlanır ki, əvvəllər bütün Qarabağ xanlarının yaşayış yerləri, malikanələrinin əksəriyyəti Xankəndidə yerləşirdi. Ona görə də buranın adı xanın kəndi kimi oradan götürülüb yəni. Hal-hazırda Xankəndidə fasilə vermişik. Burada abed edəcəyik və sonra da yolumuz Şuşayadır. Bir çoban salı. Tamam. Yeməyimizi yedik. Mən istəyirəm ki, bu səsi ötürə bilim sizə. Təsəvvür edin, Xankəndidə yaşayırsınız, çıxmısınız və belə yerdə gəzirsiniz. Belə dağların arasında belə. Görsən? Bu da əsmət. Mən həm yeməyə bayıldım. Həm bu saatda qəşəng canlı musiqi olmalı. Hə, canlı musiqi bu saatda. Şəhərdə belə şeylər yoxdur məsələn. Restoran da bu restoranı idi. Diqqətimi çəkən odur ki, restoranlar full adamla doludur da, yəni həddindən artıqca çox insan var, avtobus işləyir. Mən düşünürəm ki, hələ ki Qarabağ bölgəsində ən çox yaşayış olan bölgə məhz elə Xankəndidir. Hal-hazırda çox xoşbəxtəm, çünki Şuşadayıq. Özümü çox qəribə hiss edirəm. Şuşaya artıq mən burada ilk dəfə oluram, ona görə özümü çox qəribə hiss edirəm və hisslərim təmiz bir-birisinə qarışıqdır. Bilmirəm nə deyim. Şuşa Cıdır düzündəyik. Qəribə hisslərdə həqiqətən yaşamaq lazımdır. İndi gedirik Şuşada Cıdır düzündə yallı getməyə. Hətta mən də qoşulacağım. Niyə də yox, niyə də qoşulmayaq. Şuşada Cıdır düzündə yallı gedir. Şuşada Cıdır düzündə yallı gedir. Gəldik. Zövq aldıq. Bəli, zövq aldıq və həqiqətən gedə bilmirik. Hava çox gözəldir. Cıdır düzündə qəşəng gəzdik. Deyəsən Cıdır düzündən çox az video çəkdim. Çünki buranın gözəlliyi adamı valeh edir. Bura bir gün məncə kifayət deyil. Biz düzdür bir günlük gəlmişik, amma bir gün bura üçün kifayət deyil. Bura gəlirsənsə bir ən azı 2 gün, 3 gün qalmalısan ki, tam Qarabağı, ümumiyyətlə tam Qarabağı gəzəsən, görəsən. Çünki burada hər yerdə bir tarix var da, yəni insanın ruhu dincəlir həqiqətən də.
Bu türbə 18-ci əsrdə Molla Pənah Vaqif üçün tikilibdir. Yəni 18-ci əsrə aid bir abidədir. Deməli, hal-hazırda bu arxamda görmüş olduğumuz məscid Yuxarı Gövhərağa məscididir. Bu məscid 1750-ci ildə Şuşa qalası ilə eyni vaxtda qamışdan hazırlanmışdı. Daha sonra isə 1768-1769-cu illərdə İbrahim Xəlil xan tərəfindən sökdürülüb daşdan yenidən hazırlanmışdır. Həqiqətən də çox gözəl məsciddir. Tuflimi можно? Bulaq suyundan da əlimizi vuraq. Çox qəşəng sərin sudur. Bu arada Şuşanı da biraz ətraflı gəzim göstərim. Buralar Şuşadır. Şuşanın mərkəzi. Belə bu cür bir yerlərdir. Bu gördüyünüz yer Səfərov qardaşlarının karvansarayıdır. Karvansarayı olub daha doğrusu vaxtı ilə. Belə bir yaşıllığın düz mərkəzində gördüyünüz kimi Gövhərağa məscidinə baxır düz mənzərəsi. İndi də düşdük Şuşada Xan Qızı bulağına. Buradan təbii ki, buradan su dolduracağıq. Arkadakı gözəl gün batımı. Möhtəşəm. Həqiqətən möhtəşəm. İndi də gəldik Şuşa qalasını görməyə. Ən çox görmək istədiyim yerlərdən birisiydi. Gedək baxaq. Necə gözəldir buralar, necə gözəldir. İndiyə qədər gördüyüm ən gözəl kafe ola bilər bura. Çünki mənzərəsi düz Şuşa yazısına baxır. Şuşa qalası. Belə bu cür yüksəklikdən. Şuşada hazırda gün batımıdır qəşəng. Gördüyünüz kimi belədir. Çox gözəldir. Çünkü gezmişim. Gəldik otelə. Birinci günümüz bitdi. Bizim otelimiz Qarabağ otelidir. Şuşada yerləşir. Düz elə məscidin yaxınlığındadır. Bax, məscid buradadır. Ay, tuta bilməyim. İndi gelirik otelə. Təbii ki, otelin içində çəkəcəm. Otelin lobisidir. İndi isə gedirik. Biraz arxaya çəkik balanslı olun. Artıq bitdi. Birinci günümüz. Otağı mütləq çəkəcəm. Həqiqətən oteli çox bəyəndim. 8-ci mərtəbədən otağı verdilər. Restoranda 9-cu mərtəbədədir, səhv etmirəmsə. İndi restorana da gedəcəyik təbii. Biz 3 otağım bu 2-dir, sonra 3 olmalıdır. Bəlkə siz 3-cü otağa giririk. Gəlin. Oteli bir dənə çəkək. Deməli biz gəldik otelin restoranına. Mən çox acıydım. Nəsə yemək yemək istəyirdim. Ona görə də bura gəldik. İndi özümə yemək sifariş edəcəm. Qəşəng sakit bir yerdir. Bu arada axşam saat 11-ə qədər işləyir bura. Şuşadan ikinci gündəyik və hal-hazırda gedirik səhər yeməyi yeməyə. Otel çox gözəldir. Oteli hədsiz çox bəyəndim. Ən əsası da o səhər duranda gördüyüm o mənzərə falan. Yəni tamam başqa bir abu-hava verdi. Mənzərəni qoyacağım onsuz da indi. Quşlar uçur, məscidə düz baxır otel. Möhtəşəm. Bugünkü tur planı nədir? Yeməyimizi götürdük.
Belə mənzərədə oturmuşuq. İndi səhər yeməyimizi yeyirik. Menyu yaxşı idi, bəyəndin? Yəni çeşid çox idi. Səsi eşidirsiniz də yəqin ki. Biz hal-hazırda Qarabağ otelindəyik və düşmüşük həyətini gəzməyə. Gəl biraz buraları gəzək. Otelimiz buradadır. Biz səhv etmirəmsə 8-ci mərtəbədə qaldıq. Saat 1'de. 13 manat. Allah Əsl korusun. deyil də yəqin ki. Yeter Esin. Yo materyalına bak bir de geçeliğine. Yekədir bu. Ha büyük geç. Oyda nə gözəl Bu da əl işidir. Bu təmiz əl işi. Bax. Gözəl alınıb bu Şuşa qalası. Bu Molla Pənah Vaqif məqbərəsidir. İstesen köydeki yerler. Şuşa meydanı. Sadece seyirdi. Evdən asmaq üçün belə bir şeylər də var. Artıq otelimizdən çıxırıq, Laçına gedirik. Çantamızı da götürək, taxaq. Təsəvvür eləyin, Şuşada yaşayırsınız, çıxmısınız, aşağıdakı dostunuzla görüşməyə gedirsiniz. Gəlin mənlə. Belə mənzərələrə baxa-baxa gedəcək. Yəni. Quşların səsi. Fikir verirsən, quşlarda daha çox elədir. Musiqi oxuyur. Musiqi oxuyanın götürməsi çox güman ki. Otelimizi çək. Otel həqiqətən çox gözəl idi. Mən çox razı qaldım. Mən də razı. Əzmət, sən də öz fikrimi bölüş. Ümumiyyətlə bu gəzdiyimiz yerlər haqqında. Sən də ilk dəfədir mənim kimi Qarabağda olursan. Şuşa, Ağdam, Xocalı. Bunlar hər birisi biz ikimiz də ilk dəfədə olurduq. Qışdan səsi qoymur danışır amma Qəşəng olsun. nəğmə oxuyurlar, dinləmək istəyirəm. Bəli. Gözəl açılır, burada zövq qalıram. Sən əsl turist oxşuyursan belə. Çox qəşəngdir, qaldığımız yerdə çox qəşəngdir, razı qaldım. Bugün ayıldığım, gördüyüm mənzərə də çox qəşəngdir. Bəli. İndi isə biz bu anların biraz dadını çıxartmaq istəyirik. Təbii ki, adət-ənənəmizə sadiq qalaraq maqnit aldıq. Mənimki qiyməti 3 manat idi sanki. İkisi də 3-dür. Belə bir suvenir mağazasıdır. Qiymətlər münasib idi. Məncə də əla. Bəli. Ayda büst güllələnib var. Baxın, burada büst güllələnib həqiqətən. Hal-hazırda arxamda gördüyünüz Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin büstləri burada var. Həmən bu büstlər hansı ki 1982-ci ildə açılan büst, yəni hazırlanmış büst, 1992-ci ildə Qarabağ müharibəsi zamanı erməni vandalizminə ciddi məruz qalır. Daha sonra ermənilər büstü satırlar. Amma 1993-cü ildə Heydər Əliyev tərəfindən təbii ki də bu büst geri alınır və bu şəkildə indi hal-hazırda görürsünüz o büstü. Mənfi deyirdilər ki, Şuşada quşların cəhgilisi belə tamam başqa cürdür də, fərqlidir. Mən də işləyicə görürəm, fərqlidirəm. Yəni, sanki bir nəğmə oxuyurlar. Həqiqətən də elədir, həqiqətən. Şuşada hər şey çox fərqlidir, hər şey. Əsmətlərəm, təsəvvür elə, Şuşada sənlə yaşayırıq və qonşu yox. Özü 90-lardan danışıram. Və mən qalıram, nə bilim, orada hansısa. Görsən evlərdən birində, sən də tutalım ki, burada qalırsan. Mən yığırsan ki, bəs Rübabə, mən sıxılıram, məktəbdə tətil olubdu. Gəl İsa bulağında görüşək, ya da gedək Cıdır düzünə, orada piknik eləyək. Mən də deyirəm ki, hə, Cıdır düzündə piknik, yəni... Danışanda belə çox gözəl bir şeydir. Yəni, mən bu hissləri bilmirəm ki, necə ötürüm, necə ifadə edim. Burada görəndə başa düşür ki, nə demək istəyirəm. Həqiqətən biz hamımız tarixlərdən oxuyurduq da, bunu tarix kitablarından oxuyurduq. İndi gəlib bu tarixi canlı-canlı yaşayırıq və asan xidmət Şuşada asan xidmət görsən və başa düşürsən ki, hər şey deyildiyi kimidir. Hətta bura danışılandan da qat-qat çox gözəl bir yerdir. Yəni Şuşa o qədər gözəl bir şəhərdir ki, mən bura valeh olmuşam, bildiyiniz çox gözəldir. İndi də gedirik İsa bulağını görməyə. Təbii ki, butulkanı götürdüm ki, oradan özümüzə su dolduraq mütləq surətdə. Deyirlər ki, oranın suyu həmişə sərin olur və fərqli bir təamı var imiş. İndi gedib baxacağıq. Boş yerim. İndi Laçındayıq. Laçının Həkəri çayı sahilindəyik. Laçının Həkəri çayı. Bunun üzərindən belə maraqlı bir
körpü qurulubdur burada. Deyəsən var ha. Həkəri çayının düz ortasından gedirik. Laçını da bəyəndim. Laçın havası həqiqətən də çox gözəliymiş. Hava bilirsiniz necədir? Düzdür, külək var, amma Bakıdakı küləkdən deyil. Soyuq vəbşə yoxdur. Çox gözəldir buranın ortamı. Düzdür, biz gəldiyimiz moment biraz havanın tutqun vaxtına düşdü. Amma yenə də ona baxmayaraq çox qəşəngdir havası. Yəni burada hava aldığı, nəfəs aldığı hiss edə bilirsən. Gəldik, biraz da dedik bu çayın sahilində belə oturaq. Fasilə verək, dincəlirik özümüz üçün. Laçın seyrəngahındayıq. Belə maraqlı işlər var. Belə gözəl bir uçuş belə. İndi gəlmişik Bərdədə yeməyimizi yeyək. Burada yeməyimizi yedikdən sonra Yevlaxa gedirik. Orada hardasa 1 saatlıq maşın yoludur. Yevlaxdan da yenidən minirik qatara və Yollanırıq Bakıya. Səyahətin görünməyən tərəfləri. Hər şey qıraqdan çox gözəl, super görünə bilər, amma baxın gəlmişik burada, dayanacaqda gözləyirik. Işıq belə yoxdur, yəni işıq belə yanmır. Qatarımızın gəlməyini gözləyirik. Qarşımda hazırda o qədər gözəl mənzərə var ki, onu göstərəcəm sizə. İndiyə qədər gördüyüm ən gözəl mənzərələrdən birisini deyə bilərəm. Və artıq qatara minib geri qayıtmaq vaxtımız gəlib çatdı. Əsmət burada yerimizi axtarırdı.